Herkese salam. Bu vlogumda milli viza üçün lazım olan sənədlər haqqında danışacağam. İlk olaraq yoldaşınızın Slovakiya ölkəsində yığacağı sənədlər barədə məlumat vermək istəyirəm. Birinci, yoldaşınızın iş müqaviləsi. Yaxşı olar ki, 1 ildən az olmasın. Bəzən konsulluq 1 ildən aşağı olanda qəbul etmir. İkinci, iş yerindən son 6 aylıq maaş haqqında arayın. Yoldaşınızın pasportunun sürəti, Slovakiyada yaşayış icazə kartının sürəti, kirayə müqaviləsi, ev sahibindən yaşayış icazə sənədi, notarial təsdiqli imzalı formada, evin kadastr sənədi. Qeyd edim ki, bu sənədlərin hamısı hər bir ailə üzvü üçün ayrı-ayrı olmalıdır. İndi isə sizin yığmalı olduğunuz sənədlər haqqında məlumat verim. Hər bir ailə üzvünün pasportu, 3.5-in 4.5 ölçüsündə olan viza üçün sənəd şəkli, nikah şəhadətnaməsinin apostili orijinal formasına, notarial surətinin apostili və çex dilinə tərcüməsi, əgər uşaq varsa, doğum şəhadətnaməsinin orijinalını apostil, plus notarial surətinin apostili və çex dilinə tərcüməsi, məhkumluq haqqında arayışın apostili plus çex dilinə tərcüməsi, əgər uşaq 14 yaşdan yuxarıdırsa, ona da həmçinin məhkumluq haqqında arayış apostili və çex dilinə tərcüməsi və 14 yaşından böyüdürsə uşaq, subaylıq barədə sənəd, notarial təsdiqli və imzalı. Bu sənəd isə yalnız Slovakiya ölkəsində təsdiqlətmək lazımdır. Səyahət sığortası 6 aylıq, bilet bronu ən az 2 həftəlik. Bu sənədlərin hamısının vaxtı 40 gündən çox olmamalıdır. Qeyd edim ki, bunların içində istisna olan sənədlər var, hansı ki bir dəfəlik sənədlərdir. Nikah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə. Bu sənədləri sadəcə olaraq bir dəfə apostil edirsiniz orijinalını və surətinin apostili, çex dilinə tərcüməsi. Bir şey də qeyd edim ki, konsulluğun özünün əməkdaşlıq etdiyi tərcümə mərkəzləri var. Əgər siz sənədlərinizi orada tərcümə etdirməsəz, viza müraciəti üçün bu sənədlərin Slovakiya səfirliyi tərəfindən təsdiqlənməsi üçün hər sənədə 15 avro ödəniş etməli olacaqsınız. Və bir də bir kəs üçün viza müraciət haqqı 90 avrodur. Yoldaşınızın yığdığı sənədləri ya orijinal formada, ya da şəkildə çap etdirib konsulluğa təqdim edə bilərsiniz. Bütün sənədlər hazır olduqdan sonra konsulluğa görüş günü təyin edə bilərsiniz. Səyahət sığortası və bilet bronunu isə yalnız konsulluq sizə görüş təyin etdikdən sonra etdirməlisiniz. Bir sonraki vlogumda isə sizə konsulluq formasını geniş şəkildə izah edəcəyəm. Və sadaladığım sənədləri harda apostil etdirməlisiniz, harda tərcümə etdirsəz daha yaxşı olar, harda etdirməsəz məsləhətdir. Bu barədə də ətraflı məlumat paylaşacağam. Bu vlogumuzun da sonuna çatdıq. Əgər hər hansı bir sualınız yaranarsa, web bölməsində yaza bilərsiniz. Bu arada gördüyünüz kimi Aliya ilə bir yerdə yolkamızda bəzədik. Bu görünüşlə vlogu sonlandırıram. Bir sonraki vlogumda görüşənədək hələlik.